Salam, hər vaxtınız xeyir olsun. Pul və banklar fənnində sizi salamlayıram. Bugünkü mövzumuz kommersiya bankları və onların fəaliyyəti. Və mövzu əsasında müzakirə edəcəyimiz suallar kommersiya banklarının əməliyyatları və mali xidmətlərin göstərilməsində onların rolu, kommersiya banklarının aktiv əməliyyatları, kommersiya banklarının pasiv əməliyyatları və kommersiya banklarının vasitəçilik əməliyyatları. Kommersiya banklarının əməliyyatları və xidmətlərin göstərilməsində onların rolu. Birinci sualımız. Bazar iqtisadiyyatının ən vacib strukturlarından biri məhz bank sistemidir. Bank fəaliyyəti istehsalın səmərəliliyini yüksəldərək əmək məhsuldarlığının yüksəlməsinə təsir göstərir. Banklar haqqında qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının mərkəzi banklarının kredit təşkilatlarından ibarətdir. Bazar iqtisadiyyatının özünə məxsus bank sistemi var. Bazar iqtisadiyyatında banklar dövlət inhisarından çıxaraq sərbəst fəaliyyət göstərirlər. Bazar iqtisadiyyatında bank sistemi iki pilləli prinsip əsasında fəaliyyət göstərir. Birinci pillədə mərkəzi bank, ikinci pillədə kredit təşkilatları dayanır. Mərkəzi bank hər bir ölkənin bank sisteminin əsas hissəsini təşkil edir. O, ümumilli mənafeyi əks etdirərək dövlətin mənafeyini müdafiə edən siyasət yürüdür. Bütün bank fəaliyyətinin başlıca prinsiplərini də müəyyənləşdirir. Dövlətin bankıdır. Kredit təşkilatları öz növbəsində banklara və bank olmayan kredit təşkilatlarına bölünürlər. Kommersiya bankları öz müştərilərinə, müəssisə və təşkilatlarına, eləcə də əhaliyə bilavasitə xidmət göstərən bankdır. Bank hüquqi və fiziki şəxslərdən depozitlərin və digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, həmçinin müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Və bunun nəticəsi olaraq deyə bilərəm ki, bank aşağıdakı bank əməliyyatlarını məcmu halda yerinə yetirən kredit təşkilatı bank adlanır. Bunlar hansı əməliyyatlardır? Birinci olaraq fiziki və hüquqi şəxslərin pul vəsaitlərini qoyuluşa cəlb etmək, yəni depozit əməliyyatları. İkinci, cəlb edilmiş vəsaitləri öz adından və öz hesabına qaytarılmaqlıq, müddətlilik və ödənclik şərtləri ilə yerləşdirmək, yəni kreditləşdirmə əməliyyatları. Və üçüncü, fiziki və hüquqi şəxslərə banka hesabları açıb, hesablar üzrə də əməliyyatlar aparmaq. Banklar kommersiya əsasında fəaliyyət göstərir və fəaliyyətlərinin əsas məqsədi mənfəət əldə etməkdir. Kommersiya bankları kredit resurslarının işgüzar hissəsini cəmləşdirərək fiziki və hüquqi şəxslərə Mərkəzi Bankın lisenziyası əsasında bank xidmətləri göstərir. Kommersiya bankları bank sisteminin əsas halqasını təşkil edir. Mülkiyyət formasından asılı olmayaraq onlar iqtisadiyyatın sərbəst subyektləridir. İxtisaslaşma səviyyəsinə görə kommersiya bankları universal, ixtisaslaşmış banklara bölünürlər. Universal banklar bütün bank əməliyyatlarını yerinə yetirir. İxtisaslaşmış banklar isə bank əməliyyatlarının müəyyən növü üzrə ixtisaslaşır. Azərbaycanın bank sisteminin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Mərkəzi Bank haqqında, banklar haqqında, kredit ittifaqları haqqında, bank olmayan kredit təşkilatları haqqında qanunlar təşkil edir. Bank olmayan kredit təşkilatı öz vəsaiti və cəlb edilmiş vəsait hesabına, burada depozitlər istisna olunur, yalnız pul formasında kreditlər verməklə məşğul olurlar. Azərbaycanda bank olmayan kredit təşkilatları əsasən kredit ittifaqları və beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatları ilə təmsil olunurlar. Banklar haqqında qanuna görə bank ən az 3 hüquqi və fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Banklar yalnız adlı səhmlər buraxa bilər, imtiyazlı səhm sahiblərinə səs hüququna malik ola bilməzlər. Kommersiya banklarının yaradılması çətin və məsuliyyətli bir prosesdir. Bank yaratmazdan əvvəl təsisçilər bankın fəaliyyət dairəsi və onun səmərəli işləyə bilməsi və müştəri kontingenti haqqında
geniş məlumata malik olmalıdır. Bankın gələcəkdə səmərəli fəaliyyətinə əmin olunduqdan sonra lisenziya verilməsi və dövlət qeydiyyatına götürülməsi haqqında Mərkəzi Banka ərizə ilə müraciət etməlidirlər. Ərizəyə Mərkəzi Bank tərəfindən nəzərdə tutulan sənədlər əlavə olunmalıdır. Lisenziyalaşdırma zamanı səhmdarların tərkibinə, ilkin kapitalın məbləğinə, bank rəhbərliyinin peşəkarlığına, nəzərdə tutulan əməliyyatlara, bank aktivlərinə xüsusi diqqət yetirilir. Mərkəzi Bank qanunda nəzərdə tutulan qaydada təsisçilərin müraciətinə baxır. Mərkəzi Bank təqdim olunan sənədlər əsasında müsbət nəticəyə gələrsə, 5 təqvim günü ərzində müraciət edənə yazılı bildiriş göndərir. Kommersiya bankları hər şeydən əvvəl spesifik kredit institutu kimi çıxış edir. Onlar bir tərəfdən təsərrüfatların sərbəst pul vəsaitlərini cəlb edir, digər tərəfdən həmin cəlb edilmiş vəsaitlər hesabına müəssisə, təşkilat və əhalinin müxtəlif maliyyə ehtiyaclarını ödəyirlər. Bankların pul vəsaitlərinin cəlb edilib kredit resurslarının yerləşdirilməsi əməliyyatlarının iqtisadi əsasını pul vəsaitlərinin hərəkəti təşkil edir. Banklar bu prosesi təşkil edərkən kommersiya müəssisəsi kimi çıxış edir və cəlb edilmiş vəsaitlərin səmərəli yerləşdirilməsinə nail olmağa çalışırlar. Kommersiya bankları öz fəaliyyətlərində bir sıra prinsiplərə əsaslanır. İlk prinsip faktiki mövcud vəsait müqabilində fəaliyyət göstərmək. Növbəti, tam iqtisadi müstəqillik prinsipi. Üçüncü prinsip, kommersiya banklarının müştərilər ilə iqtisadi münasibətlərinin kommersiya əsasında qurulması. Və dördüncü prinsip, kommersiya banklarının fəaliyyətinin iqtisadi metodlarla nizamlaşdırılması. Kommersiya banklarının faktiki mövcud vəsait müqabilində fəaliyyət göstərməsi prinsipi bankları daha geniş fəaliyyət göstərməsi üçün daha çox vəsait cəlb etməyə sövq edir. Banklar daima yeni resurs mənbələrinin cəlb olunmasına çalışmalıdır. Kommersiya bankları özlərinin müxbir hesablarındakı vəsait müqabilində hesablaşma apara bildiyinə görə bu hesab daima vəsaitlə təmin olunmalı olduğundan bank öz vəsaitlərini artırmağa çalışmalıdır. Faktiki vəsait müqabilində fəaliyyət prinsipi resursların artırılmasını tələb etdiyi kimi, banklardan cəlb etdikləri vəsaitləri onların cəlb olunma müddətlərinə uyğun sərf etməyi tələb edir. Yəni, vəsaitlər hansı müddətə cəlb edilərsə, həmin müddət ərzində yerləşdirilməlidir. Bankın aktivində yüksək riskli sudaların olması resursların tərkibində xüsusi vəsaitlərin həcminin artırılmasını təmin edir. Banklar öz resursları daxilində sərbəst qaydada aktiv əməliyyat apara bilər, lakin aktiv əməliyyatları inzibati metodlarla məhdudlaşdırmaq olmur. Bu prinsip depozitlərin cəlb olunmasına marağı artırır, banklar arası azad rəqabətin aparılmasını təmin edir və bankların likvidliyinin qorunmasında, yüksəldilməsində həll edici rol oynayır. Mövcud bank qanunçuluğu bütün kommersiya banklarına öz fondları və gəlirlərindən istifadədə iqtisadi müstəqillik verir. Kommersiya banklarının fəaliyyətinin əsaslandığı vacib prinsiplərdən biri iqtisadi müstəqillik prinsipidir. Bu deməkdir ki, banklar xüsusi və cəlb olunmuş vəsaitlərdən azad, müstəqil istifadə edə bilərlər, əmanətçiləri və müştəriləri sərbəst seçə bilərlər və bankın gəlirlərinin sərbəst bölüşdürülməsi həyata keçirilə bilər. Xüsusi və cəlb olunmuş vəsaitlər bankların səhmdarlarının müştərilərinin xüsusi vəsaitləri olduğundan onlardan istifadədə banklara heç bir vəclə inzibati qaydada təsir göstərmək olmaz. Bank bu vəsaitlərdən səmərəli istifadəyə görə öz səhmdarları və müştərilər qarşısında məsuliyyət daşıdıqlarından bu vəsaitlərdən müstəqil istifadə təmin olunur. Kommersiya banklarının fəaliyyətinin növbəti prinsipi bu bankların müştərilərlə münasibətini əks etdirir. Belə ki, banklar öz müştəriləri ilə iqtisadi münasibətlərini bazar münasibətlərinin tələbləri əsasında qurur.
Banklar göstərdiyi xidmətə görə müştərilərdən haqq alır, ona göstərilən xidmətə görə müştərilərə haqq ödəyir. Bankların kommersiya fəaliyyəti onlara ümumi dövlət mənafeyinə xidmət etmək imkanı vermir. Kommersiya bankları fəaliyyətinin dördüncü prinsipi, mahiyyəti ondan ibarətdir ki, bankların fəaliyyəti inzibati qaydada deyil, iqtisadi yollarla tənzimlənir. Kommersiya bankları öz fəaliyyətlərində müəyyən funksiyaları da yerinə yetirir. Kommersiya bankları fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəlb edib, onları ehtiyacı olanlar arasında bölüşdürməklə tərəflər arasında vasitəçi kimi çıxış edir. Deməli, banklar kreditləşdirmə əməliyyatları üzrə vasitəçilik funksiyasını yerinə yetirir. Bankların vasitəçilik funksiyasının xüsusiyyəti ondan ibarətdir ki, vəsaitlərin yenidən bölgüsü zamanı həm bankın, həm də vəsait sahiblərinin mənfəəti, mənafiyi təmin olunur. Bank müştərilərə hesablar açır, hesablar üzrə əməliyyat aparmaqla mal satanlar, xidmət göstərənlər və iş görənlərlə mal alanlar xidmət və iş gördürənlərlə hesablaşmaları həyata keçirərək onlar arasında ödəməyə görə vasitəçilik funksiyasını yerinə yetirirlər. Banklar hesablaşmalarda vasitəçilik etməklə ödənişlərin vaxtında və düzgün aparılmasına, ödəniş müddətlərinin, malların göndərilmə müddətlərinə yaxınlaşdırılması işinə də xidmət göstərirlər. İkinci sualımız kommersiya banklarının aktiv əməliyyatları. Bütün bank əməliyyatları və sövdələşmələri 3 qrupa bölünür. Pasiv əməliyyatlar, aktiv əməliyyatlar və komisyon vasitəçilik əməliyyatları. Aktiv əməliyyatlar kommersiya banklarının əsas əməliyyatlarından biridir. Bu əməliyyatlar cəlb olunmuş vəsaitlərin yerləşdirilməsi ilə əlaqədar olub, banka gəlir gətirirlər. Aktiv əməliyyatlara daxildir. Müəssisə və təşkilatların qısa və uzun müddətli kreditləşdirilməsi, əhaliyə istehlak kreditinin verilməsi, lizinq, faktoring və forfeiting əməliyyatları, xarici valyuta və qiymətli kağızlarla əməliyyatlar. Bank bu əməliyyatları yerinə yetirərkən kreditor rolunu oynayır. Aktiv əməliyyatlar pasiv əməliyyatlardan sonra gələn əməliyyatlardır. Onların həcmi və müddətləri pasiv əməliyyatların parametrlərindən asılıdır. Belə ki, kommersiya bankı pasiv əməliyyatlar nəticəsində cəlb etdikləri resursları yerləşdirə bilərlər. Pasiv əməliyyatlarında əsas hissəsini xüsusi vəsaitlər deyil, cəlb edilmiş vəsaitlər təşkil edir. Aktiv əməliyyatları yerinə yetirərkən banklar vəsaitlərin yerləşdirilmə müddətlərini onların cəlb olunma müddətləri ilə uzlaşdırmalıdır. Yalnız bu halda bank ödəniş qabiliyyətini, maliyyə möhkəmliyini qoruyub saxlaya bilər və əlavə müştəri cəlb edə bilər. İqtisadi məzmununa görə bankların aktiv əməliyyatları bölünürlər sudaya, hesablaşmaya, kassa, investisiya, zəmanət və sair əməliyyatları. Suda əməliyyatları borcalana müddətlilik, qaytarılmaqlıq, ödəncilik və təminatlıq şərtləri əsasında borc verilməsi ilə əlaqədar olan əməliyyatlardır. Kommersiya banklarının yerinə yetirdiyi aktiv əməliyyatlar arasında əsas yeri məhz suda əməliyyatları tutur. Suda əməliyyatları bankların kredit müqaviləsi əsasında qaytarılmaqlıq, müddətlilik və ödəncilik şərtləri ilə vəsait verməsidir. Qaytarılmaqlıq borc məfhumunun mahiyyətindən irəli gəlir. Banklar suda əməliyyatlarını əsasən cəlb etdikləri vəsait hesabına həyata keçirdiklərinə görə verdiyi borcların geri qaytarılmasını təmin etməlidir. Əks təqdirdə o özü cəlb etdiyi vəsaitlərə görə öz kreditorları qarşısında məsuliyyət daşıyır. Sudaların qaytarılmaqlı olması onların təkrar dövriyyəsini də təmin edir. Kredit qaytarılmaqla yanaşı dəqiq nəzərdə tutulmuş müddətlərə qaytarılmalıdır. Müddətlilik prinsipi kreditləşmənin vacib prinsiplərindən biri olmaqla borcun geri qaytarılma müddətinin resursların cəlb olunma müddəti ilə uzlaşdırılmasını tələb edir. Kreditləşdirmə əməliyyatları bank fəaliyyətində riskli əməliyyatlardan biridir. Alınmış kreditlərin vaxtında geri qaytarılmaması halları realdır.
Ona görə də banklar verilmiş kreditlərin təminatlı olmasını tələb edir. Təminatlılıq bir növ kreditin vaxtında ödənilməsinə zəmanət deməkdir. Bank kreditinin təminatı kimi girov, himayədarlıq, zəmanət müqavilələri və kreditin ödənilməyəcəyi halda borc alanın məsuliyyətinin sığortalanması çıxış edir. Kommersiya banklarının aktiv əməliyyatlarının biri də onların investisiya fəaliyyətidir. Bu zaman banklar investor kimi çıxış edirlər, yəni öz resurslarını qiymətli kağızlara yerləşdirir və ya birgə təsərrüfat fəaliyyəti hüququ qazanılır. Belə qiymətli kağızlar qismində güzəştli səhmlər, istiqrazlar, dövlətin borc öhdəlikləri və maliyyə alətləri, yəni veksellər çıxış edirlər. Qiymətli kağızlara investisiya qoyarkən banklar mənfəət əldə etmək və öz aktivlərinin müəyyən hissəsinin likvidliyinin təmin edilməsi məqsədini güdürlər. Kommersiya banklarının investisiya əməliyyatlarının, kreditləşmə əməliyyatlarının fərqi ondadır ki, bu zaman təşəbbüs müştəridən deyil, bankın özündən irəli gəlir. Bankın qiymətli kağızlara qoyuluşu təhlil edilərkən birbaşa və portfel investisiyaları fərqləndirilir. Birbaşa investisiya qoyuluşunun məqsədi investisiya obyektlərini idarə etməkdir. Bank bu və ya digər kompaniyaların nəzarət paketini əldə edərək onun idarə olunmasında bilavasitə iştirakı təmin olunan halda birbaşa investisiya qiymətli kağızlara qoyuluş formasını alır. Bu zaman bank ona məxsus olan səhmlərə görə öz səsini reallaşdıra bilir. Portfel investisiyası müxtəlif emitentlərin qiymətli kağızlar portfelinin yaradılması formasında həyata keçirilir. Portfel investisiyasının məqsədi portfeldə olan qiymətli kağızların dəyəri kursunun artmasından gəlir əldə etməkdir. Kommersiya bankları investisiya əməliyyatları ilə yanaşı fond əməliyyatlarını da yerinə yetirirlər. Fond əməliyyatları qiymətli kağızlarla olan əməliyyatlardır. Fond əməliyyatlarına veksellərlə əməliyyatlar və fond birjalarında qiymətləndirməyə qəbul edilən qiymətli kağızlarla əməliyyatlar daxildir. Veksellərlə əməliyyatlara veksellərin uçotu, yenidən uçotu, veksellərə etiraz, inkassasiyası, aksepti, saxlanılması, satışı üzrə əməliyyatlar daxildir. Mənfəət, demək, bankın mənfəəti ümumilikdə qeyd edəcəyim iki formada bölüşdürülür. Birinci balans mənfəətində büdcəyə vergi və pul əmanətlərinin məcburi sığortası məbləği köçürülür. İkinci isə vergilər ödənildikdən sonra qalan xalis mənfəətdən kapital qoyuluşu, işçilərin əmək şəraiti və məişətinin yaxşılaşdırılması üçün yığım fondu yaradılır. Bank işçilərinin əməyinin stimullaşdırılması üçün istehlak fondu yaradılır. Bank səhmdarlarına dividendlər verilir və s. Mənfəət göstərilən məqsədlərə istifadə edildikdən sonra bankın sərəncamında qalan mənfəətdən bank aşağıdakı bir sıra məqsədlər üçün istifadə edə bilər. Bu hansı məqsədlərdir? İlk öncə bank işçilərinin mükafatlandırılması, maddi yardım, əmək haqqına əlavələrin verilməsi, dövlət qeyri-büdcə fondlarına köçürmələrin həyata keçirilməsi, dövlət pensiya fonduna köçürmələrin həyata keçirilməsi, bank işçilərinin istirahəti, müalicəsi və digər tədbirlərin həyata keçirilməsi. Bank mənfəətinin bir hissəsi bankın ehtiyat fonduna yönəldilir və bu məbləğ də mənfəətin 5%-dan az olmamalıdır. Üçüncü sualımız kommersiya banklarının pasiv əməliyyatlarıdır. Kommersiya banklarının resurslarının formalaşması ilə əlaqədar əməliyyatların məcmusu pasiv əməliyyat hesab olunur. Bank resursları deyəndə bankın sərəncamında olan aktiv və digər əməliyyatların yerinə yetirilməsi üçün istifadə olunan pul vəsaitlərinin məcmusu başa düşülür. Pasiv əməliyyatlar bank fəaliyyətinin əsasını təşkil edir.
Yalnız keyfiyyətli və möhkəm resurs bazalı banklar ona mənfəət gətirən kredit və resursların yerləşdirilməsini və digər əməliyyatları müvəffəqiyyətlə həyata keçirə bilər. Ona görə də kommersiya bankları resurs bazalarının artırılmasına çalışır. Bankların passiv əməliyyatlarına nələr daxildir? Fiziki və hüquqi şəxslərin hesablaşma hesabı və cari hesablarına cəlb edilmiş vəsaitlər, müəssisə və təşkilatların müddətli depozit hesabları, əhalinin əmanətləri, qiymətli kağızlar buraxılışı, digər banklardan alınan borc vəsaitləri. Kommersiya banklarının resursları təşkili mənbələrinə görə xüsusi vəsaitlərə və cəlb olunmuş vəsaitlərə bölünürlər. Bankın xüsusi vəsaitlərinə bilavasitə bankın özünə aid olan vəsaitlər aid edilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər müəssisələrdən fərqli olaraq, bankların xüsusi vəsaitləri bankın ümumi kapitalının 10%-nə qədər təşkil edir. Bankın xüsusi vəsaitlərinə nizamnamə fondu, ehtiyat fondu, bankın mənfəəti hesabına yaradılan xüsusi təyinatlı fondlar və il ərzində bölüşdürülməmiş mənfəət aid edilir. Bankın xüsusi kapitalının xüsusi çəkisinin az olmasına baxmayaraq, o vacib funksiyanı yerinə yetirir. Bankın xüsusi kapitalının əsas funksiyası məhz əmanətçilərin mənafeyini müdafiə etməkdir. Depozitlərin səmərəli sığortalanması sisteminin qurulmadığı, iqtisadi situasiyaların qeyri-sabitliyi, bank sektorunda rəqabətin kəskin artması, təcavüzkar bank siyasətinin həyata keçirilməsi və digər amillər tez-tez bankların müflisləşməsinə, əmanətçilərin öz əmanətlərini itirməsinə səbəb olur. Və bu baxımdan xüsusi kapitalın mövcudluğu bankın etibarlılığının əsas amili hesab edilir. Banklar öz bankçılıq əməliyyatlarını yerinə yetirməyə başlayarkən banklara ilkin kapital lazım olur və bu kapital hesabına torpaq, bina, avadanlıqlar əldə edilir və nəzərdə tutulmayan itkilər ödənilir. Bütün bu xərclərə eyni zamanda xüsusi kapital da istifadə edilir. Bank resurslarının tərkibində xüsusi yeri də məhz cəlb olunmuş vəsaitlər təşkil edir. Beynəlxalq bank təcrübəsində səfərbər olunma qaydasına görə cəlb olunmuş vəsaitlər depozitlərə və digər vəsaitlərə bölünürlər. Cəlb olunmuş vəsaitlərin məhz əsas hissəsini depozitlər təşkil edir. Depozit banka saxlanmaq üçün köçürülən müəyyən olunmuş şərtlər daxilində və müddəti çatdıqda qaytarılmalı olan pul vəsaitləridir. Müasir bank təcrübəsi əmanət qoyuluşlarının və depozit hesablarının müxtəlifliyi ilə xarakterizə edilir. Banklarda resursların yaradılmasında istifadə edilir. Tələb edilənədək depozitlər, müddətli depozitlər, əmanət qoyuluşu, qiymətli kağızlara qoyuluşlar və s. Sair cəlb edilmiş vəsaitlərə borc və ya bankın pul bazarında borc öhdəliklərinin satılmasından əldə edilən vəsaitlər daxildir. Depozitlərin növbəti növü yığım hesabları adlanır, yəni əmanət. Bu hesablar xüsusi əmanətçilər üçün nəzərdə tutulub, saxlanılan məbləğin minimum və maksimum hədlərinə məhdudiyyətlər qoyulur. Bu hesablar çek hesablarından vəsaitin ödənişi və götürülməsi üsulları, eləcə də faizlərin hesablaması qaydası ilə fərqlənir. Depozitlərin bu növünün müxtəlif ölkələrdə fərqli adları olmaqla bərabər qanunvericilik normaları da bir-birindən fərqlənir. Məsələn, Fransada və Belçikada yığım hesablarına hesablanılan faizlər üzrə vergi güzəştləri nəzərdə tutulur. Almaniyada isə yığım hesabından 2000 avrodan çox məbləğdə vəsaitin götürülməsi üçün banka əvvəlcədən xəbər etmək lazımdır. Müddətli depozitlər müəyyən olunmuş müddət ərzində öz vəsaitlərindən istifadə edə bilməyən müştərilərin cəlb olunmuş əmanətlərdir. Və bu vəsaitlərin vaxtından əvvəl geri alınması üçün
cərimələr nəzərdə tutulur. Maliyyə firmaları nöqteyi nəzərindən müddətli depozitlər ödənilən faiz məsrəflərinin yüksək olması, bunlara xidmət və idarə olunması baxımındansa daha az xərclərlə xarakterizə olunur. Müddətli və tələb edilənədək əmanət depozitlərinə həsr olunmuş tədqiqatlarda bunların müəyyən iqtisadi oxşarlığı və sair problemləri də qeyd olunur. Xüsusilə qeyd olunur ki, fransız vergi sistemi şəraitində müddətli depozitlərlə adi depozitlər arasında ikincinin daha çox imtiyazlara malik olmasından bunların rəqabəti mövcuddur. Kommersiya banklarının resurs mənbələrindən biri də məhz Mərkəzi Bankın kreditləridir. Bu kreditin əsas mənbəyi emissiyadır və kommersiya banklarının resurs mənbəyinin sonuncu mərhələsi hesab edilir. Dördüncü sualımız kommersiya banklarının vasitəçiliyi əməliyyatlarıdır. Bankların yerinə yetirdiyi əməliyyatlardan biri də məhz lizinq əməliyyatlarıdır. Lizinq əməliyyatları öz iqtisadi məzmununa əməliyyat təşkilatı formasına görə vasitəçilik əməliyyatı hesab olunur. Lizinq sahibkarlıq fəaliyyətidir. İstehsal təyinatlı əmlakın kirayə verilməsi deməkdir. Bu zaman bir şəxs digər şəxsə ona lazım olan əmlakı özünün sərbəst vəsaiti hesabına əldə edərək haqqı ödənilməklə müvəqqəti istifadəyə verir. Lizinq müqaviləsinin, o cümlədən lizinq əşyasının əldə edilməsinin reallaşması ilə əlaqədar yaranan iqtisadi və hüquqi münasibətlərin məcmusudur. Və lizinq subyekti kimi üç tərəf çıxış edir: lizinq verən, lizinq alan və satıcı. Satıcı qismində lizinq əşyası hesab edilən əmlakı alqı-satqı müqaviləsi əsasına əmlakı müəyyən olmuş müddətdə lizinq verənə satır. Satıcı lizinq əşyasını lizinq verənə və ya lizinq alana alqı-satqı müqaviləsi ilə təhvil verməlidir. Lizinqin predmeti kimi sahibkarlıq fəaliyyəti üçün istifadə oluna bilən istehlak edilməyən bütün əşyalar, o cümlədən müəssisələr və əmlak kompleksləri, binalar, qurğular, avadanlıqlar və digər daşınan və daşınmaz əmlak çıxış edə bilər. Bankların komisyon vasitəçilik əməliyyatları içərisində əsas yerlərdən birini də məhz trust əməliyyatları tutur, yəni etibar etmə əməliyyatları. Kommersiya bankları öz müştərilərinin tapşırığına əsasən trust əməliyyatlarını yerinə yetirirlər. Trust əməliyyatları dedikdə müştəri ilə müqavilə əsasında müştərinin tapşırığına görə onun vəsaitlərinin idarə edilməsi başa düşülür. Və bu əməliyyatlar nəticəsində banklar xüsusi cəlb etdikləri və borc aldıqları resurslardan əlavə resurs əldə edirlər. Etibar etmə əməliyyatları xərclərinə nisbətən artıq gəlir əldə edirlər. Müştərilər və digər banklarla əlaqələrini də genişləndirirlər. Bankın trust əməliyyatlarına xüsusi marağı ondadır ki, banklar onlara etibar edilən kapitalı yüksək rentabelli, maliyyə cəhətcə möhkəm kompaniyaların səhm və istiqrazlarına yerləşdirirlər. Qərb ölkələrinin təcrübəsinə əsaslanaraq trust əməliyyatları genişləndirilə bilər. Səhmdar cəmiyyətlər özlərinin fərdi pensiya təminat sistemini qura bilərlər və belə sistemlərin yaradılmasında məqsəd pensiya yaşlı və pensiya ərəfəsində olan işçilərdə əmək məhsuldarlığının yüksəlməsinə, kadr axınının qarşısını almağa, əmək qabiliyyəti itirildikdə isə müavinət almağa marağını artırır. Kommersiya banklarının vasitəçilik əməliyyatlarından biri də faktorinq əməliyyatlarıdır. Faktorinq vasitəçi agent deməkdir və faktorinq əməliyyatı hesablaşan tərəflər arasında hesablaşmalarda yaranan problemlərin həlli ilə əlaqədar əməliyyatlardır. Faktorinq əməliyyatlarının mahiyyəti ondan ibarətdir ki, bu əməliyyatla məşğul olan firma və ya bank öz müştərilərinin bir-birinə olan borc tələblərini satın alaraq 2-3 gün ərzində onun dəyərinin 70-90%-ni ödəyir. Yerdə qalan 30-10% isə satıcı ona ödəyicinin onun tələbnaməsini tam ödədikdən sonra ödəyir.
Faktorinq əməliyyatında da üç tərəf iştirak edir: faktor vasitəçi, satıcı və alıcı. Faktor qismində kommersiya bankları və ya xüsusi faktorinq kompaniyaları çıxış edir. Faktorinq riskli əməliyyat növü olsa da, faktorlar bu əməliyyatlardan gəlir götürürlər. Və faktorinq əməliyyatının iqtisadi mahiyyəti ondan ibarətdir ki, müəssisələrin aktivlərinin likvidliyinin təmin olunmasına, kapitalın dövriyyəsinin sürətlənməsinə və rentabelliyin yüksəlməsinə kömək edir. Bu əməliyyatın yerinə yetirilməsi üçün müştəri alıcıya göndərdiyi malların hesab qaiməsini banka göndərir. Bank hər bir sənəd üzrə ödəyicinin ödənişə razılığını müəyyən edir, onun ödənmə qabiliyyətini müəyyənləşdirir və yalnız tədbirin həyata keçirilməsi münasib hesab etdikdə sənədi ödəyir. Faktorinq həm alıcıya, həm də satıcıya sərfəli bir əməliyyat növüdür. Belə ki, satıcı göndərdiyi malın dəyərini tez bir zamanda alır, ödəyici isə satıcı qarşısında öz öhdəliyini vaxtında yerinə yetirmiş olur. Vasitəçi isə bu əməliyyata görə haqqını alır. Və ənənəyə sadiq olaraq mühazirəmi yenə bir sitatla yekunlaşdırmaq istəyirəm. Kommersiya bankı makroiqtisadi sabitliyin səssiz dirəklərindən biridir. Görünmür, amma çöksə hamı hiss edər. Növbəti görüşlərə dək.